Xarı Bülbül Festivalı Şuşada, Cıdır düzündə çox simvolik və bizim üçün, Azərbaycan vətəndaşları üçün xüsusi bir yeri var. Zəfər havasını burada, Şuşada duymaq, Cıdır düzündə bizim Azərbaycan musiqisini ifa eləmək bizim üçün başqa bir yeri var. Xarı Bülbül Festivalının özü də bir sənət əsəridir və bu sənət əsərinə görə biz Heydər Əliyev Fonduna və Mədəniyyət Nazirliyinə minnətdar olmalıyıq və düşünürəm ki, ildən ilə bu sənət əsəri daha da yüksək səviyyədə, daha da rəngarəng və daha da parlaq olacaq. Фестиваль «Xarı Bülbül» – это не просто культурный праздник, это не просто яркое событие, это символ освобождения Шуши, это символ победы.